Salam dəyərli Cəbhə TV izləyiciləri, hər birinizi xoş gördük. Yenə də həftəlik proqnozlarla qarşınızdayıq. Bu həftə, yaşamaqda olacağımız həftə çox böyük hadisələrlə zəngin olacaq. İlk öncə, bildiyiniz kimi fevralın 17-sində Çin təqviminə görə at ili başlayır. Bakı vaxtı ilə günorta saat 1-də. Qırmızı alovlu at ili nəhayət ki başlayır. Bunun bir çox səbəbləri, əhəmiyyəti olan olaylar var ki, bu barədə həm Cəbhə TV YouTube kanalında, həm Cəbhə Info və Cümhuriyyət qəzetində, portalda və Cümhuriyyət qəzetində bu barədə danışmışam. Yəqin ki, məlumatınız var. At illərində hər hansı bir müharibə başlamır və düşünürəm ki, at ilinə qədər hər hansı bir münaqişə başlamış olmasın. Davam edə bilər, amma at ilinin özündə indiyə qədər görməmişəm son 500 ildə hansısa bir müharibənin, münaqişənin başlaması, xüsusən də müharibələrin. Ona görə bu yeni ilin gəlişini xüsusi səbirsizliklə gözləyirəm ki, bu həftə artıq o at ili gəlsin, dönüş olsun. O dağıdıcı ilanın törətdiyi, o yaratdığı xarabalıqları belə deyirlər ki, at illəri aradan qaldırır. Və üstəlik də bu 17 fevral ilin ilk gün tutulmasıdır, astronomik olaydır. Amma Azərbaycanda müşahidə olunmadığına görə hər hansı bir fəsadı olmayacaq. Üstəlik bu həftə həm də müqəddəs 3 aylardan sonuncusu olan mübarək Ramazan ayı başlayır. Bəri başdan hər bir kəsin orucunun qəbul olunmasını, dualarının, ibadətlərinin Allah qatında yüksək səviyyədə qəbul olunmasını arzu edirəm. İndi keçək proqnozlara görək 16-22 fevral aralığında göstəricilər necədir? Qoç bürcü. Ulduzların düzümü çərşənbə gününə qədər ümumi işlərinizdə passivlik hökm sürəcəyindən xəbər verir. Çox güman ki, bu mövcud ictimai-siyasi proseslərlə əlaqədar olacaq. Həmin günlərdə yeni müqavilə və təkliflərdən boyun qaçırmalısınız. Sonraki müddətdə isə planlarınızın əksəriyyəti qaydasına düşməyə başlayacaq. Boğa bürcü. İxtiyarınızda kifayət qədər təzadlı bir müddət durur. Proseslərin inkişafı gah müsbət, gah da mənfi istiqamətə yönələ bilər. Bu səbəbdən də tam bələd olmadığınız şəxslərlə işbirliyi yaratmaqdan, uzaq yola çıxmaqdan, riskli pul sövdələşmələrində iştirak etməkdən vaz keçin. Fevralın 20-sində səhhətinizi qoruyun. Əkizlər bürcü. Göy qübbəsi yuxusuzluğunuzdan, həmçinin iştahasızlığınızdan şikayətlənir. Bunun qarşısını almaq üçün bütün qüvvənizi səfərbər etməlisiniz. Əgər hansısa uğursuzluqla rastlaşırsınızsa, bunun səbəbini biraz da özünüzdə axtarın. Bu aralıqda əlinizə düşən pulları boş məsrəflərə də xərclənməyin. Ayın 19-da ruhunuzu sakitləşdirən məkanlarda olun. Xərçəng bürcü. Fevralın 20-sinə qədər mübahisə və konfliktlərdən, eləcə də yeni işlərə başlamaqdan vaz keçin. Ola bilsin ki, iş yerində və qonşuluq münasibətlərində də gərginlik hökm sürsün. Sonraki günlərdə isə qarşınıza qoyduğunuz ideyaların reallaşmasında hər hansı bir çətinlik çəkməyəcəksiniz. Gələcək büdcənizi rahatlamaq üçün əhəmiyyətli sövdələşmələrdə iştirakınız labüdləşəcək. Şir bürcü. Bu aralıq bürcünüz üçün ciddi seçim ərəfəsi olacaq. Yol ayrıcında qalmağınız yetər. Gələcəyinizi, taleyinizi düşünürsünüzsə konkret addımlar atın. İnsanlarla umuküsüləri bir kənara atın. Bu günlərdə konfliktlərdənsə qarşılıqlı münasibətləri mülayimləşdirmək yaxşı olardı. Onsuz da hal-hazırda ətrafınızda o qədər də səmərəli insanlar yoxdur. Biraz uzaqlaşıblar, onları yenidən qaytarın. Qız bürcü. Bütün vacib iş və planlarınızı fevralın 19-una qədər yekunlaşdırmağa çalışın, yaxud həyata keçirməyə çalışın. Çünki həftənin məhz bu hissəsi ümumi işlərinizdə aktivlik mərhələsi olacaq. Ulduzlar daşınmaz əmlak alış-verişindən uzaq olmağınızı məsləhət görsə də, biznesin digər sahələrində uğurlara yaxın olacağınızı bildirir. Şənbə günü səhhətinizi qoruyun. Tərəzi bürcü. Ötən həftə ilə müqayisədə fevralın bu ərəfəsinin sizə əhəmiyyəti böyük olacaq. Belə ruh yüksəkliyinin yaranması ətrafınızda olanların sizi anlaması ilə əlaqədardır. Çoxsaylı işgüzar görüşlər, perspektivli və yeni əlaqələr istər fəaliyyət zəminində, istərsə də qarşılıqlı münasibətlərdə sizə böyük səmərə verəcək. Amma hər şeydən əvvəl sağlamlığınızın qayğısına da qalmalısınız.
Əqrəb bürcü. Təəssüf ki, ixtiyarınızda olan bu aralıqda hansısa ciddi müvəffəqiyyətə nail olacağınız gözlənilmir. Xüsusən də fevralın 19-da və 21-də bəzi xoşagəlməzliklərlə baş-başa qala bilərsiniz. Yaxşı olar ki, necə deyərlər, ulduzlara qulaq asıb məsələləri, yəni xüsusən də pul məsələlərini qabartmayasınız. Çünki istəsəniz də, istəməsəniz də bu həftə pulla bağlı hər hansı bir yenilik yoxdur. Oxatan bürcü. 19-21 fevral aralığında bəzi qalmaqallı proseslərlə üzləşə bilərsiniz. Cəhdlərinizin boşa çıxması, uğursuz sövdələşmələr, səhhətlə bağlı narahatçılıq və s. kimi mənfi fəsadlar deyilən sıraya daxildir. Bu səbəbdən də həmin ərəfədə daha çox neytrallıq nümayiş etdirməyiniz lazım gələcək. Bazar günü gün boyu qarşılıqlı münasibətlərdə ideal ərəfə yaşayacaqsınız. Yəni, bazar gününə bütün bu görüş və sövdələşmələri sala bilərsiniz. Oğlaq bürcü. Fevralın 20-sini və 21-ni nəzərə almasaq, həftənin qalan günləri ürəyinizcə olacaq. Amma gərək, necə deyərlər, bir əldə iki qarpız tutmayasınız. Çalışmalısınız ki, reallığa uyğun hərəkət edəsiniz. Ulduzlar qarğış və söyüşlərdən uzaq olmağı, falçı və cadugərlara getməməyi məsləhət görür. Çünki indi sizin ruhi saflaşma prosesinizdir, gərək Tanrıya xoş gəlməyən işlərlə məşğul olmayasınız. Su tökən bürcü. Xırda mübahisələri nəzərə almasaq, bu həftə sizin üçün normal bir zaman kəsiyi olacaq. Ədalətsiz insanları görəndə, haqsızlığın şahidi olanda üsyankarlıq göstərməyin. Təmkinlə qarşı tərəfi öz ideyalarınıza tabi olmağa təlqin edin. Və bir şey də anlayın ki, dünyanı heç kim düzəldə bilməyib, tam düzəldə bilməyib, ona görə cəhd eləməyə dəyməz. Yaxın ətrafınızı əmələ gətirsəniz, düzəltsəniz, elə o da böyük şeydir. Balıqlar bürcü, girişdə unutdum deməyə, bu həftə həm də sizin ayın 19-da sizin bürcünüz başlayır. Uğurlu olsun, düşərli olsun. İldə bir dəfə bir ay bütün zodiyakın hakim olursunuz. Bu da o deməkdir ki, hamıdan güclü, şanslı və enerjili olursunuz. Bax, bu fürsətlərdən istifadə edin. Arxayıncasına oturmaqla işlər əmələ gələsi deyil. Ən əsas odur, bu həftə sizə hər hansı bir zərər dəyməyəcək. Xüsusən də fevralın 17-sində və 22-sində iştirakçısı olduğunuz proseslər tam ürəyinizcə olacaq. Bu ərəfələrdə, bu həm Ramazan gəlişi, həm at ilinin gəlişini hamıdan çox siz hazırlaşmalısınız. Çünki bu həftə çox böyük qlobal hadisələrin həyata keçməsi üçün sizin də töhfəniz ola bilər. Məndən də bu qədər. Diqqətinizə görə sağ olun, kanalımıza abunə olmağı unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.